Salam, hər vaxtınız xeyir əziz şagirdlər. Deməli, bu gün bərabərsizliklər mövzusunun ikinci bölməsini izah edəcəyik. Bir dəyişənli xətti bərabərsizliklər, bir dəyişənli xətti bərabərsizliklər sistemi, bərabərsizliklər heyəti. Deməli, başlayırıq birinci sualdan. 1-də 3x plus 7 böl kök 2 çıx kök 5 kiçikdir 0. Bu bərabərsizliyi həll etməyimizi istəyir. Biz birinci məxrəcə baxırıq. Məxrəcdə dəyişən yoxdur, konkret ədədlərdir. 2-ni düşünmək olar kökdə 4. Kökdə 4-dən çıxsaq kökdə 5-i bizə mənfi ədəd verəcək. Yəni bizdə məxrəc mənfi ədəddir. İndi bizdə sürət necə ədəd olmalıdır ki, həmin ədədi mənfi ədədə böləndə 0-dan kiçik olsun. Yəni mənfi ədəd alsın. Aydın məsələdir ki, sürətimiz müsbət ədəd olmalıdır. Yəni 3x plus 7 böyükdür 0. 7-ni bərabərsizliyin sağ tərəfinə göndərsəm, 3x böyük bərabər mənfi 7. Bərabərsizliyin sağın və solun 3-ə bölsəm, x böyükdür mənfi 7 böl 3-dən. Bunu da x böyükdür mənfi 2 tam 3-də 1-dən. Cavab olacaq D variantı. Deməli, keçirik növbəti suala. D variantı. Keçdik ikinci suala. İkinci sualda görə nə deyir? Bərabərsizliyini həll edin. Bizə bərabərsizlik verir. Bunu həll etməyimizi istəyir. 4 çıx 5x böl 2 kiçik bərabər 4-dən. Deməli, bunu daha rahat necə həll etmək olar? Gəlin birinci məxrəcdən qurtulaq. Bərabərsizliyin hər tərəfini 2-yə vuraq. Biz bilirik ki, bərabərsizliyin hər bir tərəfini müsbət ədədə, 0-dan fərqli, yəni müsbət ədədə vurmaq da olar, bölmək də olar. 2-yə vursaq, mənfi 3-ü 2-yə vursam, mənfi 6. 2-yə vurdum deyə məxrəcdən qurtulduq. 4-ü 2-yə vursam, 8. İndi bərabərsizliyin hər tərəfindən 4-ü çıxaq. Buradan da 4 çıxım, buradan da 4 çıxım, buradan da 4 çıxım. Məqsəd nədir? Məqsəd odur ki, x-i tək saxlayım burada, yəni x-i tapım. X-in yanında nə var mənə mane olan? İlk növbədə 4 var. Ona görə 4-ü çıxım. Sonraki etaplarda indi yavaş-yavaş görəcəyik. Mənfi altdan 4 çıxsam, mənfi 10. Burada deməli 4-lər gedir, qalacaq mənfi 5x. Kiçik bərabər 8-dən 4 çıxsam 4. İndi nə edəcəm? Bərabərsizlik, təkcə mənə x lazımdır. Nə etməliyəm onda? Mənfi 5-dən azad olmalıyam. Ona görə bərabərsizliyin hər tərəfin mənfi 5-ə böləcəm. Deməli, mənfi 10-u mənfi 5-ə böldükdə 2. Deməli, bərabərsizliyin hər tərəfin mənfi ədədə böldükdə bərabərsizliyin işarəsi tərsinə dəyişir. Yəni, burada kiçikdir işarəsi var idi. İndi burada oldu, dəyişdi oldu, böyükdür işarəsi. Səbəb, çünki səbəb mənfi ədədə böldüyüm üçün. Yəni, mənfi 5-ə böldüyüm üçün. Mənfi 5x-i mənfi 5-ə bölsəm, mənfi 5-lər ixtisar edəcək, qalacaq x. Mənfi 4-ü də 5-ə böləndə bərabərsizliyin işarəsi dəyişəcək. Deməli, baxaq variantlarda necə verir. Variantlarda onluq kəsirlərlə verib deyə mən də onluq kəsirlərlə yazdım. Yəni, bunun belə yerlərini dəyişib belə də yazmaq olar. Mənfi 0,8. Yəni, x bu aralıqda dəyişir. Cavabımız olacaq D variantı. Keçdik növbəti suala. Üçüncü suala. Sualı biraz da yaxınlaşdırım. Deməli, 2 kiçik bərabər x böl 3 plus 1-dən, o da kiçik bərabər 3-dən. Deməli, mən yenə x-i tək axtarıram, tək saxlamalıyam. Ona görə hər tərəfdən 1 çıxım. Burada qaldı 1. Burada qaldı x böl 3. Burada qaldı 2. İndi nə etməliyəm? Bərabərsizliyin hər tərəfin 3-ə vurmalıyam ki, həmin bax bu x-in məxrəcindəki 3-dən azad olum. 3-ü vurdum 1-ə 3. X böl 3-ü vurdum 3-ə x. 2-ni 3-ə 6. Cavab olacaq 3, 6 qapalı mötərizələrlə. Yəni, qapalı mötərizələr nə deməkdir? Həm 3, həm də 6-nın özü daxildir. Yəni, C variantı olacaq. Keçdik növbəti 4-cü suala. 4-cü sualda görək nə istəyir? Bərabərsizliklər sisteminin ən böyük tam həllini tapın. Tamam, necə edək? Ən böyük tam həllini tapaq. Birinci veriləni olduğu kimi yazım. 12 çıx 2x böyükdür 3x çıx 8-dən.
Deməli, x çıx 4 böl 5 böyükdür 1-dən. Necə edim? Bu bərabərsizliyi həll etmək üçün mənfi 2x-i keçirdim bərabərsizliyin sağına, mənfi 8-i gətirin bərabərsizliyin soluna. Yəni 12 qalıb yerində, 8 cəmlənəcək, böyükdür işarəsi qalacaq yerində. 3x sağda, 2x da gedəcək sağa. Burada nə edim? Burada da hər tərəfi, bərabərsizliyin hər tərəfini 5-ə vurum. Yəni, baxın, belə düşünəcəyik. Buranı da vururuq 5-ə. Buranı da vururuq 5-ə. 5-i vurdum x-a, 5x. 5-i vurdum x çıx 4 böl 5-ə. 5-lər ixtisar gedir, qalır çıx x, üstə gəl 4. Bu niyə üstə gəl oldu? Çünki buradakı çıx, buradakı x-i mənfi elədi, buradakı mənfi 4-ü isə müsbət elədi. Böyükdür 5-dən. Yenə davam eləsəm. Deməli, burada sağda, solda 20, sağda 5x. Burada isə 5x-dan x çıxdım 4x. 4-ü bərabərsizliyin sağına göndərdim, böyükdür 1. Davam eləsəm, özüm belə uzun-uzadı yazıram ki, tam hamı başa düşsün. Yəni, zəif şagirdlər belə başa düşsün. Tam izahlı yazıram ona görə. Böyükdür 1. Davam eləsək. Deməli, burada bərabərsizliyin hər tərəfini 5-ə bölsəm, burada nə qalacaq? X kiçikdir 4. Burada hər tərəfi, bərabərsizliyin hər tərəfini 4-ə bölsəm, x böyükdür 4-də 1. Yəni, cavab olacaq x daxildir 4-də 1-dən 4-ə qədər. Nə istəyirdi bizdən? Ən böyük tam həllini, bu aralıqda ən böyük tam ədəd 3 olacaq. Cavabımız olacaq 3. 4-ün özünü niyə götürə bilmədik? Çünki 4 daxil deyildi. Cavab 3, yəni B variantı. Keçdik növbəti suala. Yəni 5-ci sual. 5-ci sualda 6-cı sualın oxşarıdır. Bu dəfə artıq birbaşa vurub yazım. Bu bərabərsizliyi dostlar, deməli 2-yə vuracam hər tərəfin. 6x-i 2-yə vuranda 12x çıx. 2-yə vuranda 2-lər ixtisar gedəcək. Çıx 9x. Bu mənfiyə dəyəcək. Olacaq. Üstə gəl 3. Böyükdür. 2-ni də 2-yə vuranda 4. Gəlin indi bunu elə bir-bir həll edək. İndi 12x-dan 9x çıxanda 3x. 3-ü də, müsbət 3-ü də bərabərsizliyin sağına göndərsək 1. X böyükdür 3-də 1. Bir cavabımız bu. İndi digər bərabərsizliyi həll edək. 2x çıx 5x böyükdür mənfi 18 üstə gəl 3-dən. 2x-dan 5x çıxdıq mənfi 3x böyükdür mənfi 15-dən. Bərabərsizliyin hər tərəfini mənfi 3-ə bölsək, x mənfi ədədə böldüyüm üçün bərabərsizliyin işarəsi tərsinə dəyişəcək. Böyükdür işarəsi olacaq kiçikdir. Deməli, x kiçikdir 5-dən. Nə aldıq? X kiçikdir 5, böyükdür 3-də 1. Yəni, belə gəlin bu dəfə də aralıqla göstərim. Deməli, burada 3-də 1, burada 5. Yəni, 3-də 1-dən böyüklər, 5-dən isə kiçiklər. Bu təniklər sistemi olduğu üçün, baxın, bu işarə sistemdir. Sistemdə biz nəyi axtarırıq? Sistemdə biz kəsişməni axtarırıq. Kəsişmə. İndi bu bərabərsizlərin kəsişməsi, yəni hər ikisinin iştirak elədiyi həll haradır? Baxırıq ki, 3-də 1-dən 5-ə qədər. Burada ən böyük tam ədəd də cavabımız olacaq 4. Bu aralıqda ən böyük tam ədəd 4-dür. Yəni C variantı. Keçdik növbəti 6-cı suala. Deməli, deyir ki, A parametrinin hansı qiymətində AX böyükdür 4 və X kiçikdir 4 böl A bərabərsizləri eyni güclüdür. Eyni güclü nə deməkdir dostlar? Yəni, həllər çoxluğu eyni olsun. Belə başa düşək. Deməli, biz dedik ki, bərabərsizliyin hər tərəfini mənfi ədədə böldükdə bərabərsizlik işarəsi böyükdən kiçiyə dəyişir və yaxud da kiçikdən böyüyə dəyişir. Yəni, işarəsi dəyişir. Burada da baxıram ki, sanki bu ifadəni, bax, bura necə çevrilib, sanki A-ya bölüb. Amma fikir versək, böyükdürdən dəyişib nəyə? Kiçikdirə. Deməli, onda A necədir? A mənfi ədəddir. Yəni, gəlin baxaq bir daha. Mən bunu əgər A-ya bölsəm, əgər A müsbət olsaydı, burada A-lar ixtisar gedəcəkdi, qalacaqdı X böyükdür 4 böl A-dan. Bu hansı halda olardı? A müsbət olsaydı.
İndi mən baxıram ki, burada bərabərsizliyin işarəsi dəyişib. Belə yox, bu cür verib. Deməli, onda A-ya bölübsə, bu onda hansı haldır? Gəlin bunu da yazaq ərinmədən. Bunda, buranı da A-ya böldüm. A-lar ixtisar getdi. X kiçikdir. Artıq A-ya böldüm və işarə böyükdürdən kiçikdirə dəyişibsə, deməli A nədir? A mənfi ədəddir. Yəni cavabımız olacaq B variantı. Keçdik növbəti suala. Növbəti sual da bunun oxşarıdır. A parametrin hansı qiymətində bərabərsizləri eyni güclüdür? Deməli, burada da baxırıq ki, sanki bərabərsizliyin hər tərəfini A-ya bölüb və amma işarə nə olub? Böyükdürdən dəyişib olub kiçikdir. Deməli, onda A necə ədəddir? A mənfi ədəddir. Keçdik növbəti 8-ci suala. 8-ci sual da elə birinci sualın oxşarıdır. Burada da 2 çıx köşdə 5 vurub 7 çıx 2x-a böyükdür 0. Baxırıq ki, bu 2 köşdə 4 deməkdir. Köşdə 4-dən köşdə 5 çıxsam, cavab mənfi ədəd alınacaq. Mənfi ədədi nəyəsə vurub müsbət alıb. Deməli, nə olmalıdır? 7 çıx 2x da mənfi ədəd olmalıdır ki, mənfini mənfiyə vuranda müsbət alınsın. Yəni, buradan qənaətə gəlirik. 7 çıx 2x böyükdür 0. 7 böyükdür 2x. 3 onda 5 böyükdür x. Yəni, x kiçik 3 onda 5. Bu da nə deməkdir? Mənfi sonsuzluqdan 3 onda 5-ə, 3.5-ə qədər A variantı. Keçdik növbəti 9-cu suala. 9-cu sual da oxşardır bu suala. Baxırıq ki, 3 çıx köşdə 10 necə ədəddir? Mənfi ədəddir. Hardan bildik? Çünki 3-ü kök içinə salsaq, köşdə 9 deməkdir. Köşdə 9-dan da köşdə 10 çıxanda mənfi ədəd alınır. Mənfi ədədi nəyə vurub ki, cavab mənfi olub? Mənfi ədədi yalnız və yalnız müsbət ədədə vuranda. Yəni, 2x minus 5 böyükdür 0-dan, 2x böyükdür 5-dən, x böyükdür 2,5-dən. Yəni, nə deməkdir? X daxildir 2,5-dən müsbət sonsuzluğa. 2,5-dən müsbət sonsuzluğa cavab A variantı. Keçdik növbəti sual, 10-cu suala. Y-in hansı natural qiymətlərində 3y plus 5 2 ədlisinin qiyməti 5y minus 2 ədlisinin qiymətindən kiçik deyil. Dostlar, kiçik deyil nə deməkdir? Kiçik deyil o deməkdir ki, həm böyük ola bilər, həm də bərabər ola bilər. Yazım misalı bir daha izah edəcəm. Yəni, 3y plus 5 2 ədlisinin qiyməti bundan doğrudan kiçik deyil. 3y plus 5 nədir? 5y minus 2-dən. Böyükdür, həm də bərabərdir. Yəni, kiçik deyilin cavabı elə böyük bərabər deməkdir. İndi 3y minus 5y böyük bərabər mənfi 2. 5-i o tərəfə göndərsək çıx 5. Yəni, mənfi 2y böyük bərabər mənfi 7. Hər tərəfi mənfi 2-yə bölsək, bərabərsizliyin işarəsi böyükdən dəyişəcək kiçiyə. Mənfi 7-ni də 2-yə böləndə 3,5 cavab. Natural qiymətlərini soruşduğu üçün 3,5-dən kiçik hansı natural ədədlər var? 1, 2 və 3. Cavab 1, 2, 3 A variantı. Keçdik növbəti 11-ci suala. 11-ci sual da bu sualın oxşarıdır. Y dəyişənin hansı qiymətində 3y plus 12 ifadəsinin qiyməti 9-dan böyük deyil. 9-dan böyük deyil, o deməkdir ki, 9-dan kiçikdir və 9-a bərabərdir. 3y kiçik bərabər 12-ni bərabərsizliyin sağına göndərsəm minus olacaq, yəni 9-dan 12 çıxanda mənfi 3. Y kiçik bərabər mənfi 1. Deməli, neçənci sual idi? 11-ci sual. Mənfi sonsuzluqdan mənfi 1-ə qədər mənfi 1 daxil olmaqla. Deməli, A variantı. İndi dostlar, bərabərsizlər heyətidir. Bərabərsizlər heyəti nə deməkdir? Mən bayaq göstərdim. Məsələn, gəlin burada sizə izah edim. X böyükdür 5 və X kiçikdir, tutaq ki, 8. Bu işarə sistem işarəsidir. Bərabərsizlər buna deyir, bərabərsizlər sistemi. Sistem nə ifadə edir bizə? Həmin bu cavabların kəsişməsini. Gəlin bunu izah edim. 5, x 5 daxil deyil. Bizcə dəqiqə buranı deşək çıxardaq. 5 daxil deyil. 5-dən müsbət sonsuzluğa, 8-dən
kiçiklər, yəni mənfi sonsuzluqdan 8-ə. Deməli, sistem nə deməkdir? Sistem kəsişmə deməkdir. Yəni, bu iki həllin kəsişməsi, yəni hər ikisinin iştirak elədiyi yer haradır? Cavab olur, x daxildir 5-dən 8-ə. Bəs eyni sualı mənə heyətin içində versən olardı. Məsələn, x böyükdür 5, x kiçikdir 8. Gəlin baxaq. Yenə də eyni cür 5-dən müsbət sonsuzluğa, mənfi sonsuzluqdan 8-ə. Dostlar, heyət isə bu oldu bərabərçilər heyəti. Heyət nə deməkdir? Heyət birləşmə deməkdir. Yəni, bu aldığımız cavabları birləşdirir. Birləşmə nədir? Yəni, hamısını götürür. Yəni, onda bu bərabərsizliyi birləşdirsək, nə görürük buradan? Mənfi sonsuzluqdan gəlir 5, 8 və s. hamısı birləşir. Yəni, cavab olur mənfi sonsuzluqdan müsbət sonsuzluğa qədər. Ümid edirəm, heyət və sistem tam olaraq nədir anladıq. İndi 12-ci sual yaza bilərik. Demək, heyət daxilinə verib ki, 3x plus 2 böyük 23, 2x minus 5 kiçikdir 1. Deməli, buradan 3x böyükdür 21, x böyükdür 7. Buradan bunu aldıq. Buradan isə 2x kiçikdir 6, x kiçikdir 3. Yəni, nə aldıq? X 3-dən kiçiklər, 3-dən, yəni mənfi sonsuzluqdan 3-ə, 7-dən isə müsbət sonsuzluğa. Bunların heyəti, yəni birləşməsi deyəndə nə başa düşürük? Mənfi sonsuzluqdan 3-ə birləşmə, yəni birləşdiririk 7-dən müsbət sonsuzluğa. Cavab baxaq hansı variantdadır? Cavab C variantındadır. Keçdik 13-cü suala. Orada da bərabərsizliklər heyətidir. Deməli, böyük bərabər 28, 3x minus 5 kiçikdir 4. Həll etsək, 5x böyük bərabər 30, 3x kiçik 9, davam eləsək, x böyük bərabər 6, x kiçikdir 3. Çəkək ədəd oxunu. 3, 3-dən kiçiklər, yəni mənfi sonsuzluqdan 3-ə, 6 daxil olmaqla 6-dan müsbət sonsuzluğa. İndi biz bunun heyətini, yəni birləşməsini axtarırıq. Mənfi sonsuzluqdan 3-ə, 3 daxil olmamaqla birləşsin 6 daxil olmaqla 6-dan müsbət sonsuzluğa. Yəni, cavab olacaq, deməli, hansı sual idi? 13-cü sual. Cavab olacaq, yenə də A variantı. Keçdik növbəti 14-cü suala. 14-cü sual yenə də bərabərsizliklər heyətidir. 4x çıx 3 böyükdür 13, 3x plus 2 kiçikdir 20, 4x böyükdür 16, 3x kiçikdir 18, x böyükdür 4, x kiçikdir 6. Yəni 4-dən böyüklər, 6-dan kiçiklər. 4-dən müsbət sonsuzluğa, 6-dan, mənfi sonsuzluqdan 6-ya. Bu sualı mən elə ilk izah eləyəndə dedim. Deməli, cavab nə olacaq? Bunların birləşməsi, yəni heyəti, mənfi sonsuzluq, müsbət sonsuzluq. 14-cü sualda cavab B variantı. Keçdik növbəti 15-ci suala. 15-ci sualda bərabərsizliklər heyətidir. 2x minus 4 böyükdür 6, 5x plus 2 kiçikdir 42. Deməli, 2x böyükdür 10, 5x kiçikdir 40. Davam edirik. X böyükdür 5, x kiçikdir 8. Ədəd oxunu çəkirik. 5-dən müsbət sonsuzluğa, 8-dən kiçiklər, yəni mənfi sonsuzluqdan 8-ə. Bizə nə lazımdır? Heyət
üzr istəyirəm, deməli neçənci? 15. Mən amma burada heyət çəkməmişəm, bunu düzəldim tez. Bunları düzəldək, bizə heyət lazımdır. Misalın şərtində də bizə heyət verir. Aha, bizə heyət lazımdır. Heyət də nə deməkdir? Birləşmə. Yəni cavabımız olacaq mənfi sonsuzluq, müsbət sonsuzluq. Keçdik növbəti 16-cı suala. 16-cı sualı biraz daha yaxınlaşdırın. Bərabərçilər heyətini həll edin. Yenə də heyət verib. Yazaq sualı birinci. 16. 6x minus 1 böyük bərabər 29. 3x minus 4 kiçik bərabər 11. Davam edirik. 6x böyük bərabər 30. 3x kiçik bərabər 15. Davam edirik. 6x 30-dan böyükdürsə, o deməkdir ki, x böyükdür 5-dən. Yəni necə edirəm onu? Hər tərəfi 6-ya bölürəm. Və yaxud da 36-ya bölürəm. 3x 15-dən kiçikdirsə, x kiçik bərabər 5. Aha. İndi bu bərabərçilər heyətin baxaq görək necə olur. X 5-dən böyük bərabər. 5 daxil olmaqla 5-dən müsbət sonsuzluğa. Həmçinin 5 daxil olmaqla mənfi sonsuzluqdan 5-ə. İndi bizdən bunun birləşməsini istəyir. Görürük ki, cavab nədir? Cavab bütün ədəd oxunu əhatə edir. Yəni, yenə də cavabımız mənfi sonsuzluq, müsbət sonsuzluq olacaq. Keçdik növbəti suala, yəni 17-yə. 17-ci sualda yenə heyətdir. 7x minus 2 böyük bərabər 12-dən, 4x minus 3 kiçik bərabər 5-dən. Bərabərçilər heyətidir. Deməli olacaq 7x böyük bərabər 14, 4x kiçik bərabər 8. Davam etsək. Deməli x böyük bərabər 2. X kiçik bərabər 2. Ədəd oxunu çəksək, 2 daxil olmaqla 2-dən müsbət sonsuzluğa və mənfi sonsuzluqdan 2-yə. Cavabımız nə olacaq? Bütün ədəd oxunu əhatə etdiyi üçün mənfi sonsuzluqdan müsbət sonsuzluğa. Yəni cavabımız B variantı. Burada A variantı idi. Sonra getdik 18-ci suala. 18-ci sualda yenə bərabərçilər heyətidir. 2x minus 3 böyük bərabər 5-dən, 5x minus 2 kiçik bərabər 18-dən, 2x böyük bərabər 8, 5x kiçik 20. Davam etsək. X böyük bərabər 4-dən, x kiçikdir 4-dən. İndi bunu da çəkək ədəd oxunda. Deməli 4 daxil olmaqla 4-dən müsbət sonsuzluğa, 4 daxil olmamaqla mənfi sonsuzluqdan 4-ə. Mənfi sonsuzluqdan həmən bu 4-ə. Burada da müsbət sonsuzluq. İndi baxırıq ki, dostlar, 4 artıq birində daxildir. Yəni 4 bu cavabda var. Burada 4 olmasa belə, yenə də bu bizim birləşməmiz, yəni heyətimiz, yenə də mənfi sonsuzluq, müsbət sonsuzluq olacaq cavabımız. Yəni D variantı. 18-ci sual D variantı. İndi baxırıq 19-cu suala. 19-cu sualda yenə bərabərçilər heyətidir. 3x minus 2 böyük bərabər 16. 4x plus 1 kiçikdir 25. 3x böyük bərabər 18, 4x kiçikdir 24, x böyük bərabər 6, x kiçik 6. Burada da yəni yenə də cavab bayaq kimi olacaq. Mənfi sonsuzluq, müsbət sonsuzluq. 6 daxil olmaqla 6-dan müsbət sonsuzluğa, 6 daxil olmamaqla mənfi sonsuzluqdan 6-ya. Cavabımız olacaq mənfi sonsuzluq, müsbət sonsuzluq. Çünki bütün ədəd oxunu əhatə elədi. 19-cu sual cavab olacaq C variantı. 20-ci suala baxırıq. 20-ci sualda 2x plus 4 böyükdür 18.
5x minus 2 kiçikdir 33. Bərabərsizlər heyətini həll etməyimizi istəyir. 2x böyükdür 14. 5x kiçikdir 35. Davam edirik. X böyükdür 7. X kiçikdir 7. Aha, indi gəldik bərabərsizliklərin bu məqamına. Burada da bir maraqlı bir məqam var. Deməli 7, gəlin 7-ni ümumiyyətlə deşim ədəd oxundan çıxardım, başa düşək ki, nə deməkdir. Yəni 7 daxil deyil, o deməkdir. 7-ni elə bil adlayıb keçir. 7-nin üzərindən belə deyək, tullanıb keçir. 7-dən müsbət sonsuzluğa 7 daxil deyil. Və 7 daxil deyil yenə də mənfi sonsuzluqdan 7-yə. Onda biz bunu birləşdirsək cavabımız nə olacaq? Cavabımız bütün ədəd oxuduq, lakin bir dənə oradan 7-ni çıxartmışıq. Yəni nə deməkdir o? Mənfi sonsuzluqdan 7-yə birləşsin 7-dən müsbət sonsuzluğa. Yəni ədəd oxunda bir dənə 7-dən başqa bütün digər ədədlər hamısı iştirak edir. Yəni cavabımız baxaq görək hansı variantdadır? D variantında. Keçdik növbəti suala, 21-ci suala. 21, burada da bərabərsizlər heyətidir və bərabərsizlər heyətinin deyəsən son sualıdır. Qarşıda ola bilər bizi suallar gözləsin. Deməli, belə. Həll edək. 3x böyükdür 24, 4x kiçikdir 32. Davam eləsək. X böyük 8, x kiçikdir 8. Bunu bir daha da izah edeyim. Deməli, ədəd oxunda 8 nə burada var, nə burada. 8 heç birini daxil deyil. 8-i ədəd oxundan deşib çıxartdıq. 8-dən müsbət sonsuzluğa, yəni bunun cavabı. Bunun cavabı nədir? Mənfi sonsuzluqdan 8-ə qədər. 8-ə çatmır. 8-ə çatan kimi dayanır. Deməli, onda cavab nə olur? Mənfi sonsuzluqdan 8-ə birləşsin 8-dən müsbət sonsuzluğa. Yəni, cavabımız olur A variantı. Keçdik növbəti 22-ci suala. 22-ci sualda nə deyir? X çıx 1/4 böl pi çıx kökdə 19 böyük bərabər 0. Bizə lazımdır bu bərabərsizliyi həll etmək. Onun üçün nə lazımdır bizə? Biz pi ədədini kökə salaq görək təqribən neçəyə bərabər. Pi təqribən bilirik ki, irrasional ədəddir və 3,14-dür. 3,14-ün kökə salanda təqribən 10-a yaxın bir ədəd eləyir. Yəni, belə düşünək ki, pini sanki düşünək kökdə 10 kimi. Kökdə 10-dan kökdə 19 çıxsaq, məxrəci nə olacaq? Mənfi. Məxrəc mənfidir. Sürətli də elə bir ədəd olmalıdır ki, sürətdəki ədədi məxrəcdəki mənfi ədədə böləndə cavabımız 0-dan böyük bərabər olsun. Yəni, müsbət olsun, belə deyək. Müsbət və ya 0. Onda da belə çıxır ki, bizim sürətimiz də mənfi olmalıdır. Yəni, x çıx 1/4 kiçik bərabər 0. Onda x kiçik bərabər 1,4. Bərabərsizliyin deyir, ən böyük mənfi tam həllini tapın. 1/4-dən kiçik ən böyük mənfi tam həlli mənfi 1 olacaq. Gəlin, baxaq niyə? 1/4 daxil olmaqla 1/4-dən mənfi sonsuzluğa. Cavabımız budur. Burada hansı tam ədədlər var? 1 var. Sonra 0 var. Mənfi 1 var. Mənfi 2 var və s. gedir sonsuzluğa qədər. Burada ən böyük mənfi tam həll hansıdır? Ən böyük mənfi ədədlərin içərisində ən böyük tamı mənfi 1-dir. Yəni, cavab olur mənfi 1. Keçdik növbəti 23-cü suala. 23-cü sualda x çıx 1/5 böl pi minus kökdə 17 böyük bərabər 0. Dostlar, deməli, bura yenə mənfi ədəddir. Çünki pi təqribən kökdə 10 deməkdir. Kökdə 10-dan kökdə 17 çıxsaq mənfi ədəd alınır. Deməli, sürətimiz də ya mənfi ya 0 olmalıdır. X çıx 1/5 kiçik bərabər 0 olmalıdır. X kiçik bərabər 1/5.
Yenə də ən böyük mənfi tam həllini soruşur. Bu dəfə də cavab eyni olacaq, yəni cavab olacaq -1. Keçdik 24 nömrəli suala. 24 nömrəli sual da elə bu suallara oxşardır. 2 çıx x böl 3 minus kökdə 11 böyük 0. 3 kökdə 9 deməkdir. 3-ün əvəzinə kökdə 9 yazmaq olar. Kökdə 9-dan kökdə 11 çıxsam mənfi alınır. Deməli, sürət də mənfi olmalıdır ki, sürətimiz də mənfi olmalıdır ki, mənfini mənfiyə bölüm, müsbətə də dalım. Yəni 2 çıx x mənfi olmalıdır, yəni 0-dan kiçik olmalıdır. O da deməkdir ki, x böyükdür 2. Cavab olacaq x böyükdür 2, yəni 2-dən müsbət sonsuzluğa B variantı. Keçdik növbəti 25-ci suala. Lövhəni təmizləyək. Deməli, 25-ci sualda bərabərsizlər sisteminin ən kiçik tam həllini soruşur. Gəlin bu dəfə bunu bir-bir həll edək. Bax, bu sualı yaz. Birinci bərabərsizliyi yazım. Böl 3-2. Bunu həll edim, sonra keçib o birisi bərabərsizliyi həll edərəm. Sonra alınan cavabları kəsişdirərəm. Niyə kəsişdirirəm? Çünki bərabərsizlər sisteminin həlli onların kəsişməsi başa düşülür. Deməli, bu bərabərsizliyi həll etmək üçün mən bu bərabərsizliyin sağın və solun 6-ya vururam. Məqsəd odur ki, məxrəcdən qurtulum, yəni kəsr ədədlərlə işləməyim. Daha rahat ədədlərlə, tam ədədlərlə işləyim. 6-nı 2x-a vurdum, oldu 12x. 6-nı vursam bu kəsrə, burada 1 qalar, burada 3 qalar ixtisardan sonra. 3-ü 3x-a vursam olacaq çıx 9x. 3-ü vursam -1-ə olacaq -3. Burada da bir dənə mənfi olduğu üçün onlar bir-birinə dəyib, olacaq müsbət 3. Böyükdür 6-nı 3-də 2-yə vursam cavabım olacaq 4. 12x-dan 9x çıxdım, qaldı 3x böyükdür. 3-ü göndərdim sağ tərəfə, qaldı 1. X böyükdür 3-də 1. Birinci bərabərsizliyi həll etdim. İndi keçək sistemin ikinci bərabərsizliyinə. 2x minus 2 böyük, yox, kiçikdir. Deməli 8x minus 5-dən. Belə də gəlin, elə 2x çıx 8x kiçikdir -5 plus 2, -6x kiçikdir -3. Hər tərəfi -6-ya bölsəm, burada x qalacaq. Burada -3-ü -6-ya böləndə müsbət 2-də 1 qalacaq. Amma bərabərsizliyin sağın və solun deməli, mənfi ədədə böldüyüm üçün bərabərsizlik kiçikdirdən dəyişib olacaq böyükdür. Yəni, x böyükdür 3-də 1, x böyükdür 2-də 1. Nə istəyir bizdən? Ən kiçik tam həllini tapın. 2-də 1-dən və 3-də 1-dən kiçik, 2-də 1-dən və 3-də 1-dən böyük ən kiçik tam ədəd cavab olacaq B variantı, yəni 1. Gəlin göstərim necə olur. Burada olsun 3-də 1, burada olsun 2-də 1. 3-də 1-dən də böyük, 2-də 1-dən də böyük. Biz bilirik ki, bərabərsizliklər sistemi dedik. Sistem nədir? Kəsişmək. Bizim cavabımızı desəydi cavabı seçin. Cavab olacaqdı x daxildir. 2-də 1-dən müsbət sonsuzluğa. Cavabımız əslində belə soruşun, ən kiçik tam həll deməyib. Desəydi bərabərsizliklər sistemini həll et. Biz bu cavabı yazmalıydıq. İndi deyir ki, bu bərabərsizliklər sisteminin ən kiçik tam həllini deyir tap. Onda nə edəcəm? Bu aralıqda, yəni buradan müsbət sonsuzluğa qədər ən kiçik tam ədədi axtarıram. Yəni orada da ən kiçik tam ədəd 1-dir. Keçdik növbəti suala. Növbəti sual yenə bərabərsizliklər sisteminin ən böyük bu dəfə tam həllini soruşur. Birinci bərabərsizliyi yazım, sonra onu həll edim, sonra keçim ikinci bərabərsizliyi yazım. Bu bərabərsizlikdə məxrəcdən qurtulmaq üçün hər tərəfi 4-ə vurum. 4-ü 3-ə vurdum 12, 4-ü vurdum x böl 4-ə oldu çıx x, böyükdür 4x, 12 böyükdür 5x, x kiçikdir 12 böl 5. Yəni x kiçikdir 2,4. Birinci bərabərsizliyin həlli bu. Keçdi ikinci bərabərsizliyi yazaq. Deməli, ikinci bərabərsizlik x minus x çıx 4
böl 5 bölüşdü 1. Məxrəcdən qurtulmaq üçün yenə də 5-ə vururam. 5'i vurdum x'a 5x. 5'i vurdum bu ifadəyə. Məxrəcdə 5'də vurduğum 5 ixtisar getdi. Oldu çıx x plus 20. Deməli baxdıq. 5'lər ixtisar getdi. Burada mənfi x. Bu mənfi dəydi. Ona görə üstəgəl 20 oldu. Böyükdür 5'dən. 5x'dan x çıxdım. 4x böyükdür. Mənfi 15. X böyükdür. Mənfi 4'də 15'dən. Bizdən nə istəyir? Gəlin ədəd oxunda qeyd edək. Bu bərabərsliyin bir həllini tam görək. Mənfi 4'də 15'dən böyüklər. 2,4'dən isə kiçiklər. Nə axtarırıq biz? Ən böyük tam həlli. Ən böyük tam həll bu aralıqda burada yerləşən 2 olacaq. Yəni cavabımız olacaq A variantı. Keçdik növbəti suala. Yəni 27-ci suala. 27-ci sualda deməli bərabərsliklər sisteminin tam həllərinin cəmini soruşur. Tamam, baxaq. Birinci bərabərsliyi həll edim, sonra gedək. Keçək ikinci bərabərsliyi həll edək. 3x vurur x minus 2 çıx. X vur 3x minus 1 kiçikdir 8x-dən. Həll edək, vuraq, açaq bunu mötərizəni. 3x kvadrat çıx 6x çıx 3x kvadrat üstəgəl x kiçikdir 8x. 3x kvadratlar islah olacaq. Deməli, mənfi 6x-in üzərinə x gəlsəm, mənfi 5x kiçikdir 8x. Mənfi 5x çıx 8x kiçikdir 0. Mənfi 13x kiçikdir 0. Burada deməli bərabərsliyin sağın və solun mənfi 13'ə bölsəm, burada olacaq x. Gəlin göstərim necə bölürəm. Buranı da bölürəm mənfi 13'ə, buranı da bölürəm mənfi 13'ə. Mənfi 13'lər gedir, burada x qalır. 0'ı 13'ə böləndə 0 qalır. Ancaq mənfi ədədə böldüyüm üçün işarə kiçikdən dəyişir olur, böyükdür. Və yaxud da bunu məntiqlə də düşünüb tapa bilərdik. Mənfi 13x əgər 0'dan böyükdürsə, bu görürəm ki, gözümlə görürəm mənfi ədəddir. Mənfi ədədi nəyə vurub nəticədə 0'dan böyük, yəni müsbət ədəd ala bilərəm? Aydın məsələdir ki, mənfi ədədə. Mənfi, üzr istəyirəm, bir dəqiqə baxaq. Mən bunu niyə belə götürdüm? Mənfi 13x böyükdür 0 almamışdıq. Əslində biz nə almışıq? Mənfi 13x, görün burada dostlar, buradan bura yazanda səhv yazmışam deyə. Səhv getdi. Deməli, mənfi 13x kiçikdir 0 yazmışıq. Onda burada düzəliş eləsək, mənfi 13x kiçikdir 0 yazsaq və düşünsək ki, mənfi 13'ü nəyə vursaq 0'dan kiçik ədəd, yəni mənfi ədəd alarıq. Təbii ki, mənfi 13'ü müsbət ədədə vursan. Yəni oradan da çıxır ki, doğrudan da x müsbətdir. Tamam, bu birinci bərabərslikdən x-in müsbət olduğunu əldə elədik. İndi keçirik növbəti ikinci bərabərsliyi həll eləyək. Deməli, burada x böyükdür 0 şərtini yadda saxlayaq. Həllimizi aldıq, onu yazaq. İndi ikincini yazırıq. 0,5x çıx 3,7 kiçikdir 0,2x çıx 0,7. Tamam, həll edək. 0,5x minus 0,2x kiçikdir mənfi 0,7 üstəgəl 3,7'dən. 0,5'dən 0,2 çıxanda 0,3x kiçikdir 3,7 mənfi 0,7'nin üzərinə 3,7 gələndə olur müsbət 3. X kiçikdir belə deyək, 3'ü bölürük 0,3'ə. Yəni buradan yazım artıq x kiçikdir 10'dan. Deməli cavabım nə oldu? 0'dan böyük, 10'dan kiçik. 10'dan kiçiklər, 0'dan isə böyüklər. Biz nə həll edirdik? Bərabərsliklər sistemi. Sistemi həll edirsə, sistemdə cavab necə olurdu? Kəsişmə. Yəni cavab da olur, x daxildir. 0'dan 10'a qədər. Nə istəyir bizdən? Tam həllərinin cəmin. Tamam, hesablayaq.
Sıfırdan 10'a qədər hansı tam ədədlər var? 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9. Sıfırla 10 daxil deyil deyə onları bu cəmin içərisində yazmadıq. Deməli 9 ilə 1 10. 2 ilə 8 bir dənə də 10. 3 ilə 7 bir dənə də 10. 4 ilə 6 bir dənə də 10. Ortada bir dənə 5. Üzərinə gəl 5. 4-dən 10 40. Üzərinə də 5. Cavab oldu 45. Keçdik növbəti 29-cu suala. 29-cu sualda bərabərsizliyin ən kiçik tam həllini soruşur. Dostlar, bu bərabərsizliyi köçürmədən öncə gəlin bunun bərabərsizliyin sağını və solunu 6-ya vuraq ki, məxrəzdəki ədədlərdən qurtulaq. 6-ya vursam, buranı da vururam 6-ya. Bura 6. Bu ifadəni də vururam 6-ya. 6-ya vursam 6 ilə 3 ixtisar gedər, 2 qalar. 2-ni vursam x plus 5-ə, 2x plus 10. 6-nı vursam x bölü 2-yə olacaq çıx 3x. Burada kiçikdir işarəsi var. Deməli 6-nı 4-ə vursam 24. 6-nı bu ifadəyə vursam olacaq üstəgəl 2x, üstəgəl 6. Burada sağda və solda müsbət 2x-lar islah olunar. Mənfi 3x kiçikdir. 24-ün üzərinə 6 gəlsəm 30. 10-u o tərəfə keçirsəm minus 10. Mənfi 3x kiçikdir 20. X böyükdür 20 böl mənfi 3. Yəni nə oldu? Bərabərsizliyi mənfi ədədə böldüyüm üçün işarə kiçikdən böyüyə dəyişdi. Demək, nə istəyirdi bizdən? Ən kiçik tam həlli. Yəni mənfi 20 böl 3, dostlar, x böyükdür mənfi 6 tam 3-də 2-dən. Belə düşünək, mənfi 6 tam 3-də 2-dən böyük. Nə istəyir bizdən deyir? Deməli, ən kiçik tam həlli. Ən kiçik tam həll hansı olacaq? Burada hansı ədədlər var? Mənfi 6. Bizim cavabımız buradır. Və burada hansı ədədlər var? Burada isə var mənfi 7. Bu ən kiçik cavabımız nə olacaq? Ən kiçik tam həllimiz. Elə mənfi 6-nın özü olacaq. Ən kiçik tam həllimiz cavab olacaq mənfi 6, yəni C variantı. Keçdik növbəti 30-cu suala. M plus 5 vur x böyükdür m kvadrat çıx 25. Bu ilə deyir, bu ifadə eyni güclü olsun. Buna oxşar sual yazmışdıq. Deməli, bunun açılış edəcəyik burada. M kvadrat çıx 25-i m çıx 5, m plus 5 yazsam və fikir verirəm ki, bu ifadədən bu ifadəyə keçid var. Neyniyib? Hər tərəfi m plus 5-ə bölüb. Amma baxın, burada bu bərabərsizliyin işarəsi burada necə olub? Dəyişib. Böyükdürdən keçib olub kiçikdirə. Deməli, m plus 5 necə ədəd olub? M plus 5 onda deməli mənfi ədəd olub ki, hər tərəfi m plus 5-ə bölüb, m plus 5-lər ixtisar gedib, burada da bölüb, m plus 5-lər ixtisar gedib, qalıb x. Belə deyək, müsbət ədəd olsa böyükdür qalmaydı, amma mənfi ədəd olub deyə görürük ki, nə qalıb? Kiçikdir qalıb. Yəni, o deməkdir ki, m plus 5 mənfi ədəddir. Görək bizdən nə istəyir? M-in hansı qiymətlərində? Buradan da m-i təyin eləsək, m kiçikdir mənfi 5. Yəni, m daxildir. Mənfi sonsuzluqdan mənfi 5-ə qədər. Cavab olacaq Y variantı. Keçdik növbəti suala. 31-ci sual. 2 müəllim şagirdlərə kitab bəxş etmək istəyir. Bütün şagirdlər üçün birincinin 24 kitabı, birinci müəllimin 24 kitabı var. Yox, 24 kitabı çatmır. 24 çatmır birinci müəllimin. İkinci müəllimin isə bir kitabı çatmır. İkinci müəllimin bir kitabı çatmır. Onların birlikdə də şagirdlərə bəxş etmək üçün kitabları çatmır. Tutaq ki, gəlin belə düşünək dostlar. Sinifdə, gəlin yazım, sinifdə x şagird var. X şagird.
onda birinci müəllimin 24 kitabı çatmırsa, birinci müəllimin neçə dənə kitabı var? X çıx 24 sayda kitabı var. Necədir? Gəlin düşünək. Bax, tutaq ki, hər hansı bir müəllimin, hər hansı bir sinifdə, məsələn, 20 şagird oxuyur. Bir dənə də müəllimin 15 kitabı çatmır. 15 kitabı çatmırsa, onda müəllimin neçə dənə kitabı var belə çıxır? 5 dənə kitabı var da. O 5-i necə tapırıq? 20 kitabı var. 20 sinifdə 20 şagird var. Müəllimin 5 kitabı çatmırsa, müəllimin daha doğrusu 15 kitabı çatmırsa, müəllimin neçə kitabı var? 5 dənə. Hardan biləcəyik? Sinifdəki şagirdlərin sayından çatmayanlar çıxırıq. Deməli, müəllimin 5 kitabı var. Burada da eyni qayda. Müəllimin 24 kitabı çatmırsa, sinifdə də x şagird varsa, x çıx 24 qədər, birinci müəllimin x çıx 24 qədər kitabı var. Keçdi, deməli, ikinci müəllimə. Onda ikinci müəllimin neçə dənə kitabı var? İkinci müəllimində x minus 1 kitabı var. Deməli, onun bir kitabı çatmır. Deyir, bunların birlikdə də şagirdlərə bəxş etmək üçün kitabları çatmır. Yəni, bunun kitabı sayından, bunun kitabı sayını toplasam, yenə də şagirdlərin sayından az olur. Şagirdlərin sayı nə qədərdir? X. Biz bunu həll eləməliyik. Burada bərabərsizliyin sağında və solunda x-lar var. Onlar islah olunur. Deməli, nə qalır? X kiçikdir 25. Yəni, şagird sayı 25-dən kiçikdir. 25-dən kiçik neçə şagird olacaq cavabımız? Demək, ona birlikdə bəxş sinifdə neçə şagird var? Sinifdə 25-dən kiçik neçə şagird ola bilər? Deyə bilərsiniz, müəllim 24 ola bilər, 23 ola bilər, 22 ola bilər və s. Düzdürmü? Amma biz bunların içində 24-ü götürəcəyik. Səbəb, çünki 23 götürsəm, tutaq ki, sinifdə 23 şagird var. Bəs onda necə ola bilər birinci müəllimin 24 kitabı çatmır? Əgər sinifdə 23 şagird olsa, elə deyərdin ki, birinci müəllimin elə 23 kitabı çatmır. Bu məsələdə cavab 24 götürürük və buradan bir şey aydın olur ki, sən demə heç birinci müəllimin ümumiyyətlə 24 kitabı çatmır və nəticə ona gəldi ki, heç birinci müəllim ümumiyyətlə kitabı olmayıb. Heç bir kitabı olmayıb, sıfır, yəni gedib hamısını təzədən almalıymış bu. Kitabı yox imiş. Amma əsas oda niyyəti var ki, alsın. Əsas oda ürəyi açıq müəllimədir. Kitabı olmasa da, yağmasa da gurulduyur da, yəni. Keçdik növbəti 32-ci suala. Deməli, bərabərsizliyin həll etməyimizi istəyir. Dostlar, bu bərabərsizliyi necə həll edək? Bunu müxtəsər vurma düsturlarının köməyi ilə həll etmək olar, ortaq vuruqla həll etmək olar. Gəl müxtəsər vurma düsturundan həll edək, yoxsa müxtəsərlə həll edək. Deməli, bunun kvadrat çıx x plus 0.2, x minus 0.2 böyükdür 0,4-dən. Deməli, belə. Birincisini açaq, x kvadrat çıx 2 vur x vur 0,2 plus 0,2-nin kvadratı, yəni 0,4. Bu da dostlar bizə nə verir? X kvadrat çıx 0,4-ü verəcək bizə. Qarşıda mənfi olduğu üçün çıx x kvadrat, bu mənfi deyəcək. Üstə gəl 0,4 böyükdür 0,4-dən. Deməli, bu %4-lər eyni işarəli getdi. X kvadratı mənfi müsbət getdi. 2 vur, x vur 0,2 mənfisi ilə bir yerdə. Mənfi 0,4x. Başqa baxırıq, burada nə var? Burada bir dənə 0,4 var. 0,4-ə bərabərsizliyin sağ tərəfinə göndərdik. Oldu mənfi 0,4. Hər tərəfi mənfi 0,4-ə bölürəm. Bərabərsizliyin işarəsi böyükdən dəyişib olacaq kiçik. 0,4-ü 0,4-ə bölsək, yəni burada ikisi də mənfi olduğu üçün elə müsbətlərini bölə bilərik. Cavab olacaq x kiçikdir 0,1-dən. Yəni mənfi sonsuzluqdan 0,1-ə qədər, 0,1-ə qədər A variantı. Keçdik 33 nömrəli suala. 33 nömrəli sualda x plus 3-ün kvadratı çıx x plus 3 x minus 2 böyükdür 10.
bərabərsizliyini həll edin. Dostlar, gəlin bu dəfə necə edək? Müxtəsərin köməyi ilə edəkmi, yoxsa gəlin bu dəfə də biraz belə qarışıq fonun ortaq vuruqla gedək. Bunu da bir görmüş olun. Yəqin ki, təbii ki, oxuyan uşaqlar bunları görüb. Buradan x+3 hər ikisində iştirak etdiyi üçün x+3 ortaq vuruq çıxartdım. Burada qalacaq x+3 minus bu ifadə x minus 2. Bunda necə olacaq? Minus x plus 2, yəni üstə gəlik olacaq. Böyükdür 10-dan. Deməli, x plus 3 vuracaq. X-lar bir-birini apardı. 3-ün üstünə 2 gəlsək 5. Böyükdür 10. X plus 3 hər tərəfi 5-ə bölsəm böyükdür 2-dən. X böyükdür 2-dən 3 çıxanda -1. Yəni -1-dən müsbət sonsuzluğa cavabımız olacaq Y variantı. Davam edək. Deməli, neçəyə çatdıq? 33-ə. Bir balaca qalıb. Davam edirik dostlar. Deməli, 34-cü sual ilə. 34-cü sualda biraz da yaxınlaşdıraq. 34-cü sualda 3x minus 1 3 kök 2 minus 6 böyükdür 2 kök 2 plus 4 bərabərsizliyini deyir həll edin. Dostlar, bu bərabərsizliyi həll etmək üçün ilk növbədə belə deyim, bunu bura vurmalıyıq və yaxud da bərabərsizliyin sağın və solun 3 kök 2 minus 6-ya vurmalıyam. İndi mən təyin eləməliyəm ki, bu 3 kök 2 minus 6 müsbət ədəddirmi, yoxsa mənfi ədəddirmi? 3-ü kökün içərisinə salsam, kvarta yüksəlir, 9 kimi girir. 9 girir, içəri vurulur, olur 18. 18 çıx. 6 nə deməkdir? Kök 36. Baxıram ki, bu mənfi ədəddir. Nicəliyin gördük də, artıq nicəliyin silim. Bu mənfi ədəd olduğu üçün, dostlar, bax, bunu belə düşünürük. Mən bu bərabərsizliyin solun və sağın həmin o mənfi ədədə vururam. Məqsəd nədir vurmaqda? Məqsəd odur ki, məxrəcdən azad olun və rahat işləyin. Bərabərsizliyin solun və sağın 3 kök 2 minus 6-ya vururam. Deməli, bunu buna vuranda ixtisar getdi. 3x minus 1 qaldı. Dedik, bu necə ədəddir? Mənfi ədəddir. Mənfi ədədə vurduğum üçün bərabərsizliyin işarəsi böyükdən dəyişib olacaq kiçik. İndi bunu da bir-bir yavaş-yavaş gələk buna vuraq, açaq. 2 kök 2-ni 3 kök 2-yə vuranda, 2-ni 3-ə vurdum 6, kök 2-ni kök 2-yə vurdum 2, 6-nı da 2-yə 12. 2 kök 2-ni mənfi 6-ya vuranda, mənfi 12 kök 2, 4-ü 3 kök 2-yə vuranda, plus 12 kök 2, 4-ü mənfi 6-ya vuranda, mənfi 24. Burada bunlar bir-birini apardı. 12-dən 24 çıxsaq, mənfi 12. Deməli, mənfi 12, mənfi 1 də göndərim o tərəfə olur, plus 1. 3x kiçikdir mənfi 11, x kiçikdir mənfi 11 bölü 3-dən. Yəni, mənfi sonsuzluqdan mənfi 11 bölü 3-ə qədər cavabımız olur C variantı. Keçdik növbəti bu suala. Bilirəm ki, köklərlə işləmək heç birinizə xoş deyil. Təbii ki, mənə də xoş deyil, amma neyniyək daha məcburuq. Yazmalıyıq bunları da. Amma heç həvəsim yoxdur bu 35-ci sual yazmağa. Yəni, tam səmimi desəm. Keçdik, yazaq. Deməli, 4-ü 4-ə vurdum. 4-ü salıram kökün içinə. Kökün içinə salmaq üçün 4-ü kvarta yüksəldirəm. Yəni, 4-ü vururam 4-ə. 4-ü 4-ə vurdum 16. 16-nı 6-ya vurdum. Neçə elədik? 96. Bu kökdə 96-dır. 10 isə kökdə 100-dür. Baxırıq ki, yenə nədir? Məxrəcimiz nədir? Yenə mənfi ədəddir. Mənfi ədədsə, deməli, mən bərabərsizliyin sağın və solun həmin bu mənfi ədədə vururamsa, bərabərsizliyin işarəsi böyükdən kiçiyə dəyişəcək. Bunu vurdum, dostlar. Qaldı, ixtisar getdi. 2x minus 3 qaldı. Böyük işarəsi dəyişdi, oldu kiçik. Gəlin, bunu da belə eləyək. Buradan vurum, birbaşa bura yazım. 4 kök 6 minus 10-a vururam. Buranı da elə bir vurmuşdum. 4 kök 6 minus 10-a vurdum və bunlar ixtisar getdi. Bu qaldı. İndi 5-i 4 kök 6-ya vursam, 5 dəfə 4, 20, 20 kök 6. 5-i mənfi 10-a vursam, mənfi 50. 2 kök 6-nı 4 kök 6-ya vursam, 2-ni 4-ə 8, kök 6-nı kök 6-ya 6, 8-i də 6-ya müsbət 48. 2-ni vursam,
20 kök 6. Burada yenə bunlar islah olunur. Mənfi 58-in üzərinə 48 gəlsəm, mənfi 2 kiçikdir. Mənfi 2. Mənfi 3 o tərəfə göndərsəm, plus 3, 2x kiçikdir 1-dən, x kiçikdir 2-də 1-dən. Yəni mənfi sonsuzluqdan müsbət 2-də 1-ə qədər cavab olur Y variantı. Keçdik növbəti suala. A-nın hansı qiymətində tənglər sisteminin x, y həlli üçün x böyük 0, y böyük bərabər 0 şərti ödənər. Dostlar, biraz qarışıq suala oxşuyur, amma özümüzü itirmirik. X plus y bərabər A, 3x plus y bərabər 6. Biz tənglər sistemin keçmişik. Bu verilən bizə tənglər sistemidir. Amma biz indi hansı mövzunu işləyirik? Bərabərsizlər sistemi. Tənglər sistemini necə həll edirik biz? Alt-alta çıxmaqla, nə bilim, və s. müxtəlif yol. Və s. deyəndə alt-alta, tərəf-tərəfə toplama və əvəz etmə üsulları var. Yəni o üsulların birinin köməyindən bunun həll edib x-i, y-i tapa bilərik. Məsələn, gəlin belə eləyək. İlk növbədə mən bunu tərəf-tərəfə çıxım. Hətta belə deyim, yuxarıdan aşağını çıxım. 3x-dan çıxdım x-i. Nə qaldı? 2x. Y-dən y-i çıxdım, y-lər getdi. Altdan daha çıxdım, bərabərdir 6 çıx a. Və buradan x tapdım. 6 çıx a böl 2. Bizə şərtdə nə deyir? Şərtdə deyir ki, x böyüdür 0. X böyüdür 0 olsun deyir. Yəni bunu deyir, böyük elə də 0-dan. Burada çətin nə var ki? 6 minus a. Hər tərəfi 2-yə vurun. 6 minus a. Burada 2-yə vurdum, 2-lər getdi, qaldı 6 minus a. 0 da 2-yə vurdum, 2. A-nı o tərəfə göndərim ki, müsbət olsun. 2-ni bu tərəfə göndərim. Yəni olur 6 çıx 2 böyükdür müsbət a-dan. Yəni 4 böyükdür a-dan. Yəni a kiçikdir 4-dən. Bu belə. X deməli böyükdür 0-ın cavabını yazdıq. İndi x-i tapmışam, düzdürmü? X-i nə tapdıq? X-i belə tapdıq. 6 çıx a böl 2. X-in qiymətini aparıb yerinə qoyun, y-i tapın. Y bərabərdir, buradan birinci y tapın. A çıx x. Yəni a minus x-i nə tapdım? 6 çıx a böl 2. Buradan həll edirəm. Ortaq məxrəc 2-dir. Bura 2 yazacam, bura 1 yazacam. Olacaq 2a minus 6. Bu mənfiyə dəyəndə olur üstəgəl a. Bərabər qoyub davam edirik. 2a-nın üzərinə a gəldim, oldu 3a çıx 6 böl 2. Yəni bu da bizə nəyi göstərdi? Y-i. Bəs bizə y-i nə deyir? Y deyir, böyük bərabər olsun 0-dan. Baxın bura. Böyük bərabər 0. Yəni bunu böyük bərabərlə 0-dan. Sonra bunu vur 2-yə ki, məxrəcdən qurtul. 3a minus 6 böyük bərabər 0. 3a böyük bərabər 6, a böyük bərabər 2. İndi mən a-nı burada böyük bərabər 2 almışam. Burada isə a-nı kiçikdir 4 almışam. Görürmü? Yəni a elə bir ədəddir ki, 4-dən kiçiklərdir və 2 daxil olmaqla 2-dən böyüklərdir. Biz nə həll edirdik? Sistem. Sistem nə deməkdir? Kəsişmə. Cavab nə olacaq? 2-dən 4-ə. Və yaxud da cavabı bizə burada başqa cür verib, belə də yaza bilərik. 2-dən 4-ə, yəni burada niyə 6 alındı bəs? Biz haradasa səhv mi elədik? Baxaq görək. Haradasa ola bilər, mexaniki səhv gedib 6. Burada 0-ı 2-yə vurub dostlar, baxın. 0-ı 2-yə vurub möhtəşəm bir cavab almışam. Elə 2 almışam. Bunu 2-ni silək. Burada 0 olsa, buradan sonra mən bura keçmişdim, baxın. Deməli, və bunlar artıq səhv olacaq. Elə bunu burada yazın. 6 çıx a böyükdür 0, o deməkdir 6 böyükdür a. Və yaxud da a kiçikdir 6. Onu indi gətirib burada tətbiq eləsəm, bu olur burada 6. Yəni, altdan kiçiklər. Burada da nə olur? Burada da olur 6.
Yəni hərdən belə səhvlər olur, mexaniki səhvləri çox da şey eləməyin, çox da fikir verməyin. Keçdi 37 nömrəli misal. 37 nömrəli misal da bu sualın oxşarıdır. Deməli yazaq. Bizə verib x plus y-in a olduğunu, 2x plus y-in isə 4-ə bərabər olduğunu. Mən yenə bunu tərəf-tərəfə çıxma üsulundan eləyim. Aşağıdan yuxarını çıxım. 2x-dan x çıxdım, qaldı x. Y-dən y 0. 4-dən a ilə 4 çıx a. X-i tapdım. Nə deyir mənə? Deyir ki, x böyük bərabər olsun 0-dan. Yəni bunu böyük bərabərlə 0-dan. 4 böyük bərabər a və ya a kiçik bərabər 4. İndi x-i mən tapdım axı. Bunu tapdım x-i. X-i nə tapdım? 4 minus a. X-in bu qiymətini burada yerinə qoyuram. Y-i tapıram. Y bərabər a minus x. Buradan y-i tapdım. A minus x-imiz nədir? 4 çıx a. Çıx 4 plus a olacaq. Çünki bu mənfi dəyəndə. Bu da olacaq 2a minus 4. Deməli, y-i nə tapdım? 2a çıx 4. Y-i nə istəyir bəs bizdən? Y-i də deyir böyük elə 0-dan. Ciddi böyük 0. 2a çıx 4 əgər ciddi böyüksə 0-dan. 2a da çox ciddi böyükdür 4-dən. A da lap ciddi böyükdür 2-dən. Onda a harada dəyişir? 2-dən böyük, 4-dən kiçik. A, yəni cavab A bu olacaq. Görək haradadır o? 2-dən böyük, 4-dən kiçik A variantı. Keçdi növbəti 38-ci suala. Görək burada nə deyir? A-nın hansı qiymətlərində ax minus 2 böyük bərabər 0, 8x minus a kiçik bərabər 0 bərabərsizliklər sisteminin həlli var. Dostlar, deməli sistemin həlli olması üçün gəlin sistemin həlli nə zaman olmur onu göstərim sizə. Birinci ədəd oxundan əvvəl gəlin birinci bir sistem təmiri yazın. Biraz çətin sual olacaq bu dostlar. Amma səbirlə qulaq assın, xüsusilə yüksək nəticə əldə etmək istəyən şagirdlər. Məsələn, sistemin həlli yoxdur, nə deməkdir? X böyükdür 3, x kiçikdir 2. Deyir, bu sistemi həll elə. X-i götürdün 3 daxil olmamaqla. 3-dən müsbət sonsuzluğa x böyükdür 3, 2-dən mənfi sonsuzluğa. Bu bərabərsizliklər nə idi? Sistem. Sistem nə deməkdir? Kəsişmə olmalıdır. Burada bunların heç bir kəsişməsi olmadı. Bax, bu bərabərsizliklər sisteminin həlli olduğu boş çoxluq. Bunun həlli olması üçün nə lazım idi bizə? Heç olmasa burada duran ədəd bir 4 olsaydı. Gəlin burada eləməyim, aşağıda təzədən göstərim. Yəni, x böyük 3, x kiçikdir. Bu 3-ə oxşamadır. X kiçikdir, 3-dən böyük bir ədəd olsun. Yəni, qısası buradan buradakı ədəddən heç olmasa böyük olsun. Böyük olsa, onda sistemin həlli olar. 3-dən böyüklər, 4-dən isə kiçiklər. Bu zaman artıq həlli var. Niyə? Çünki kəsişmə var. 3-4 arası bizim cavabımız olur, kəsişməmiz olur. İndi bərabərsizliklər sisteminin həllinin olması başa düşdük nə deməkdir. İndi burada da bizə elə deyir ki, elə ki, A-ya elə qiymətlər ver ki, bu sistemin bir həlli olsun. Deməli, onda sistemin həlli olması üçün. Mən birinci bir x-i tapım da, x tənlik bərabərsizlik həll edirəm. Görüm x nəyə oxşuyur hələ. Buradan x-i tapıram birincidən. Ax böyük bərabər 2. X. Aha, indi burada 2 məqam var. Əgər 1, bu birinci məqam. Gəlin burada biraz silim, düzəldim, şərti yazım sonra. Əgər a böyükdürsə 0-dan, x onda böyük bərabər olur 2 böl a-dan. 2 deyək buna. 2. Əgər a kiçikdirsə 0-dan, onda x kiçik bərabər olur 2 böl a-dan. Niyə belə oldu? Əgər a müsbətsə, mən hər tərəfi müsbətlə böləndə bərabərsizliyin işarəsi olduğu kimi qalır. Əgər a mənfidirsə, mənfidə də böləndə bərabərsizliyin işarəsi böyükdən dəyişdi kiçiyə. Tamam, birincidə bu. A əgər müsbətsə 2 böl a-dan böyük, mənfidirsə 2 böl a-dan kiçik olmalıdır x. İndi bunu həll edirəm.
8x kiçik bərabər a, x kiçik bərabər a bölü 8. Dostlar, indi mən nə etməliyəm? Bunun kəsişməsini tapmalıyam. Deməli, x elə bir ədəddir ki, 2 bölü a-dan böyükdür, a müsbət olduqda, a bölü 8-dən isə kiçikdir. Belə düşünək. 2 bölü a-dan, bu zaman həll olması üçün, bax, a-nın müsbət variantını fikirləşirəm. A böyük 0, yəni birinci variantla gedirəm. Bu zaman nə istədi bizdən? Bərabər sistem deyir, həlli var. Həlli var nə deməkdir? Sistem üçün həll nə deməkdir? Yəni kəsişmə olsun. Bunun dostlar, kəsişməsi olması üçün, gəlin buradan yazım. X böyük bərabər 2 bölü a, x kiçik bərabər a bölü 8. Bunun həlli olması üçün dostlar, bunun həlli olması üçün, bax, burada böyük olan tərəf, kiçik olan tərəfdən heç olmasa, bayaq göstərdiyimi 3-lə 3/1. Heç olmasa o cür yerləşməlidir. Yəni nə deməkdir? Burada a bölü 8-dən kiçiklər, daha doğrusu 2 bölü a-nı burada götürməlisən ki, 2 bölü a-nı. Yəni 2 bölü a-dan da böyüklər olsun. Yəni burada heç olmasa bir kəsişməmiz olsun da, bir cavabımız olsun. Yəni təngişlər sisteminin nəyi olsun? Həlli olsun. Bax, məsələmiz bundan ibarətdir. Deməli, biz hansı varianta baxırıq? A müsbət olduqda nə olmalıdır onda belə çıxır? A bölü 8 çıx 2 bölü a böyük bərabər olmalıdır 0-dan. İndi deyəsən müəllim, bu bayaqdan deyirsən böyük, bu bərabəri hardan çıxartdın? Gəlin onu da göstərim, yaxşı. Belə deyək də. Gəlin belə deyək. Çox yorucu demə dostlar. Niyə başa düşmürsünüz? Deməli, belə düşünək sistemi. Tutaq ki, x böyük bərabər 3. X kiçik bərabər 3. 3 və 3-dən böyüklər, 3 və 3-dən kiçiklər. Bu sistemdir, fikir veririk. Sistem nə deməkdir? Kəsişmə. Burada, bunlar, görürsən, bu tərəf nə oldu? Bu tərəfə bərabər oldu. Yəni, bu tərəf, bu tərəfə elə gəlib, burada birləşib bərabər olsa da, bu sistemin bir dənə həlli var. Nədir həlli? Kəsişmə bir dənədir, o da 3-dür. Yəni, o bərabəri ona görə oradan yazdım ora ki, bərabər olsa da olar, əslində olar. İndi davam edirik. Bunu həll eləyək. Biz nə demişdik? A böyük 0 demişdik. Onda mən bunu birinci ortaq məxrəcə gətirirəm. Burada olur a, burada olur 8. A-nı aya vurdum. A kvadrat çıx 16 böyük bərabər 0. A nədir? Müsbət. Bu müsbətdir. Hər tərəfi həmin bu müsbət ədədə vururam. Vura bilərəm. Polnu ixtiyarım var. Burada bunlar gedir. A kvadrat çıx 16 böyük bərabər 0. A kvadrat çıx 16 böyük bərabər 0-dan hansı nəticəni alıram? A çıx 4. A plus 4 böyük bərabər 0. Bunu da həll eləsək, bunun kökləri olur -4 və -4. Burada müsbət olur, mənfi olur, müsbət olur. Bizə lazımdır müsbətlər. Nə yaman uzandı bu misal. A daxildir, mənfi sonsuzluqdan -4-ə birləşsin 4-dən müsbət sonsuzluğa. Deməli, bu nə idi? A böyük 0 halı idi. A böyük 0 halına baxırsansa, adama deyərlər, qardaş, bu mənfinin burada nə işi var? Deməli, mən nə aldım? A böyük 0 halı üçün A daxildir 4 daxil olmaqla 4-dən müsbət sonsuzluğa. Hələ işimiz bitməyib, bizim hələ zülmümüz qabaqdadır. İndi mən bu ikinci halı araşdırmalıyam. İkinci halı, bundan bunu təzədən kəsişdirməliyəm. İndi getdik. Planşet bir dənə elə bir qız deyə bu. İndi deməli, onları yaddaşımıza salaq, saxlayaq. Nə oldu ha burada? Nə deyir ha bu? Niyə dayandı ki? Qayıt özünə gəl görək. Neysə, bitər baxarıq. Deməli, nədir məndə? X A mənfidirsə, X kiçikdir, bərabərdir 2 bölü A. İkinci hala baxıram. A-nın mənfi olduğu hal.
x kiçik bərabərdir 2 böl a, x böyük bərabərdir, səhv eləmirəmsə a böl 8 idi. Doğru, bir dənə baxım dəqiq olsun. X yox, kiçikdir. Kiçik bərabər a böl 8. Görürsünüz, yaxşı baxmışam. Yoxsa misal səhv gedəcəkdi. Burada nədir? Kiçik bərabər a böl 8. İndi bu hala baxırıq. Və bu haldan bizə nə lazımdır? Kəsişmə lazımdır, dostlar. Bu niyə düzəldəmədim ki mən? Bu niyə belə oldu, dostlar? Aha, düzəldi. Şükür Allaha. Əlim nəyəsə dəyib yəqin. Deməli dostlar, indi bu halda bizə nə lazımdır? Tənliklər sisteminin həlli olsun. Tənliklər sisteminin həlli olması nə deməkdir? Yəni bunların kəsişməsi olsun deməkdir. A necə ədəddir? A da deyir mənfi ədəddir. İndi mən tutaq ki, bunu burada götürdüm. 2 böl A-nı burada götürdüm. A böl 8-i burada götürdüm. Nə deyir burada? 2 böl A-dan kiçiklər getdi. Burada nə deyir? A böl 8-dən kiçiklər getdi. Nə oldu? Kəsişmə oldu. Yəni A böl 8 2 böl A-dan solda durub. Yəni A böl 8 2 böl A-dan kiçikdir. Cavab var. Bəs belə tərsinə olsa görək nə olur? 2 böl A buradadır. A böl 8 buradadır. Nə deyir burada qardaş? A böl 8-dən kiçiklər götürdük. Burada nə deyir? 2 böl A-dan kiçiklər. Yenə də var da kəsişmə dostlar. Yenə də yoxdurmu kəsişmə? Deməli, A sıfırdan kiçik olanda bunun hər zaman kəsişməsi var. Bunun hər zaman daha doğrusu kəsişməsi var. Yəni o da nə deməkdir? Hər zaman həlli var. Tək nə olsun? A mənfi olsun. Mən nə aldım onda? A-nı bir dəfə mənfi aldım. Yəni mənfi sonsuzdan sıfıra. Bir də bunu aldım. Bax, indi bunlar da hər ikisi ödənilir də, düzdürmü dostlar? Onda cavab nə olur? A daxildir. Mənfi sonsuzluqdan sıfıra birləşsin. 4-dən haraydı o? Müsbət sonsuzluq idi. Hə, müsbət sonsuzluq. 4-dən müsbət sonsuzluğa. Baxaq görək hardadır o? Cavab var. Görürsünüz hardadır? C variantında. İşarəliyə də bilmədim. Keçdi bu ağır sualdan sonra 38 nömrəli suala. 39 üzr istəyirəm. 39. Yoruldum məndə. 72 dəqiqədə video çəkirəm. Deməli nədir? Bərabərliklər sisteminin ən böyük tam həlli. Ən böyük tam həlli nə var ki? Bu o bayaqki sualdan sonra dostlar, bu sizin üçün nədir ki? 2 vur 2-dir bu dəqiqə. Böyükdür mənfi 18. Deməli davam edirik. X böyükdür 5-dən. Burada mənfi x o tərəfə, mənfi 18 bu tərəfə gəlsin. Burada olur 20, burada olur müsbət x. Yəni nə aldım? X böyükdür 5-dən, x kiçikdir 20-dən. Nə istəyirdi bizdən? Ən böyük tam həlli 20 ilə 5-in arası deməkdir də bu. Niyə arasıdır? Gəlin baxaq. 5-dən sağa, 20-dən sola. Bu arasında ən böyük tam ədəd neçədir? Eşidirəm ki, hamınız deyirsiniz 19. İndi keçdik buna. Deyir, A-nın hansı ən böyük qiymətində bərabərliklər sisteminin yeganə həlli var. Dostlar, bərabərliklər sisteminin yeganə həllini əslində mən bayaq sizə göstərdim. Baxın. Eyni sualdır ya demək olar. Çox rahatdır. X böyük bərabər 3, elə bayaq da 3 göstərmişdim. X kiçik bərabərdir 3. Nədir bu belə? 3 daxil olmaqla 3-dən müsbət sonsuzluğa, 3 daxil olmaqla mənfi sonsuzluqdan 3-ə. Bunun kəsişməsi hara düşdü? Sistem həll edir. Fikir versiniz. Baxın bura. Sistemi görürükmü? Bərabərliklər sistemi. Hə, deməli sistem həll edirsə kəsişmə axtarırıq. Bunun da bir dənə kəsişməsi var. Burada kəsişmə yoxdur. Bir dənə dedi kəsişmə budur. 3-dür. Deməli nə olmalıdır? X-in bu böyük olduğu, böyük bərabər və kiçik bərabər olduğu tərəflər nə olmalıdır? Bir-birinə bərabər olmalıdır. Yəni bununla bu bir-birinə bərabər olmalıdır. Qısa və net. İzahı da ümid edirəm başa düşdük. Bu buna bərabər olmalıdır. İndi bunu həll edək. A kvadrat çıx 8A üstəgəl 12 bərabər 0. Deyəsiz nətər oldu? 8A-nı keçirdim o tərəfə. Burada müsbət idi, burada oldu mənfi. 14 burada dayanıb gözləyir 2-ni. 2 orada müsbətdir, gəldi bu tərəfə oldu çıx. 14-dən 2-ni çıxdığım qaldı 12. Bu hansı ədədlərdir? A1 vur A2 12 eləyib. A1 üstəgəl A2
müsbət 8 eləyib. Hansı ədədlərdir bunlar? 2 və 6. Nə istəyir? A-nın hansı böyük qiymətində? A-nın hansı böyük qiymətində? Yəni cavab 6-ını demək istəyir də. 2 böyükdür, yoxsa 6? Deyəsən, planşet qızır, nəsə işləmək istəmir. Getdik, yenə eyni sual. A-nın hansı ən kiçik qiyməti? Bu dəfə kiçiyini istəyir, amma